Bax, qoz yemək lazımdır. Aha. Hətta qozun qabığını da hərdən dəmləyib içmək lazımdır. Adi qozun qabığı yoxdur. Bəli. Orada aşırınca artıq Acı miqdarda... deyil bəs. Yox, artıq miqdarda yod yoxdur. Hə. Qozun pərdəsində dəmləyib içəndə ona, lap kimdə yod çoxdursa, ona da mənfi təsir göstərmir. Amma Təbii yod ki. balansını düzəldir. Təbii ki. Qozun pərdəsini çay kimi dəmləyin için, qozun pərdəsini spirtə qoyanda bu artıq dərmandır. Dərman. Bu artıq dərmandır. Bunu əsas verirlər hipotireozlar düyünləri əridir, qadın xəstəliklərində miyomaları əridir, bağırsaq xoralarında onun xüsusi düzəltmə üsulları var. Çox kömək edir yaşıl qozdan. Mən hazırlayıram yaşıl qozdan müəyyən ekstraktlar hazırlayıram. Hətta onun tərkibinə bal da vururam. Çox gözəl kömək edir bağırsaq xəstəliklərinə. Yoddur da, yod nəyə kömək eləmir? Yod adicə sürtürsən, şişkinlikləri kömək eləyir. Yoddan niyə qaçmaq lazımdır? Yumurta yeyə bilərmi? Məsələn, o zobdan əziyyət çəkənlər. Əlbəttə. Yumurta heç nəyə ziyanı yoxdur. Əvvəl bir dənə mənfi cəhətdə deyirdilər ki, yumurta olmaz xolesterini, amma sonralar məlum oldu ki, o xolesterini əridən, lecitin də var onun tərkibində, ondan çoxdur. Bəli. O xolesterini əridir, balansızlaşdırır. Ona görə heç kim qorxmasınlar. Yumurtadan bolluca istifadə etsinlər. Bəli. Təbii zülaldır da, çox belə nadir olan vitaminlər yumurtanın sarısında çoxdur. Bəli. Ona istifadə etmək lazımdır. Balıq məhsulları çox xeyirdir zobdan əziyyət çəkən insanlara. Bir də əsas stres. Mən onlara yığım düzəldirəm.